heyvan bazarlarının bağlanması da əsas məsələlərdən biridir. Müəyyən xəstəliklər yayıldı və ondan sonra bazarlarda da bağlanma halları, məhdudiyyətlər qoyuldu. Yəni bağlandı, onların qarşısında, sahibkarların qarşısında da müəyyən tələblər qoyuldu və tələblərə əməl edən bazarların fəaliyyəti yenidən bərpa edilib, etməyənlər isə hələlik fəaliyyət göstərmir və bütün bunlar təbii ki, təsirini müəyyən mənada göstərir elə mal ətinin də, digər yəni heyvan məhsullarının da qiymətinə. Növbəti istəyirəm sujetimizi təqdim edək, hansı ki, Salyanda heyvan bazarı artıq fəaliyyətə başlayıb, yəni həmin bazarın sahibləri artıq tələblərə əməl ediblər və fəaliyyəti yenidən təsdiqlənib Qida Təhlükəsizliyi Agentliyi və eləcə də digər qurumlar tərəfindən. Həmin sujeti izləyək. Salyandakı heyvan bazarında 10-a qədər yeni xidmət bölməsi yaradılıb. Bunlara klinik baxış məntəqəsi, dezbaryer, yem anbarı, yeni doğmuş heyvanlar, boğaz və balalı heyvanların müvəqqəti saxlanılma, iribuynuzlu heyvanların satışı, xırdabuynuzlu heyvanların satışı və digər bölmələrə aiddir. Aparılan işlər zamanı həmçinin bazar ərazisi hasarlanıb, bütün sahə betonlanıb. Bazarın giriş hissəsində baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb. Tullantıların yığılması və idarə olunması məqsədi ilə xüsusi sahə ayrılıb. Avtomobil dayanacağı inşa edilib. Sahədə yaşıllaşdırma işləri görülüb. Keçən səfər məsələn, burada palçıq var idi, palçığa batırdıq. Bu səfər yer betonlanıb, mallar üçün raşotkalar düzəlib. Bazarın girişində dizbayerlər quraşdırılıb, hər bir cür şəraitlər yaradılıb. Mallar üçün asıl yerlər var burada. Su yeri düzəlib, bütün qəhərlər düzəlib, raşotkaya vurulub, mallar ayrı-ayrı yerlərə salınır. Əvvəl məsələn çöpə olurdu, bilinmirdi, qarma-qarışıq idi. Biz səliqəli şəkildə hər bir mal üçün ayrı-ayrı yerlər ayrılıb. Yüksək səviyyədə təmir olunub, heç bir problemimiz yoxdur, rahatlar vermiş edirik, satırıq. Heyvanlar ilkin olaraq müayinədən keçirildikdən sonra bazara buraxılır. Heyvan bazarına gələn heyvanlar, istər xırda buynuzlu, istər iri buynuzlu heyvanlar tam şəkildə kliniki baxış məntəqəsində yoxlanılır, bazara buraxılır. Bazar satış qutarandan sonra bazarda mexaniki təmizləmə gedir. Mexaniki təmizləmə tam şəkildə qutarandan sonra dərmanlanır, dezinfeksiya olunur, dizbarierlər su ilə dolur, sonra dərman qatılır. Əgər şübhəli heyvan, xəstə heyvan müşahidə olunarsa, bazar daxilinə buraxılmır. Qeyd edək ki, Salyan heyvan bazarı 2 hektar ərazidə yerləşir və eyni anda 1000 baş heyvan qəbul edə bilər.